Yenə qəza, yenə piyada vurma, yenə piyadanın düzgün yerdən keçməməsi bax belə bir hadisəyə səbəb olub. Diqqətlə görüntülərə baxın. Yerüstü piyada keçidi var. Düz piyada keçidinin altında piyada çox zolaqlı yolu, özü də sürətli yolu digər tərəfə keçmək istəyir. Bu qədər nəqliyyat yükü ilə yüklənmiş bir yoldan digər tərəfə keçmək birbaşa elə bil intihara bərabərdir bu hərəkət. Amma bunu başa düşməyən piyada özünü atır yolun ortasına, bir avtomobildən keçir, ikisindən keçir, digərlərindən keçə bilmir və nəticədə bax belə bir dəhşətli hadisə baş verir. İndiyə qədər bəlkə də dəfələrlə belə bir piyada vurma baş veribdir və hər birinə baxanda eyni ssenarinin şahidi olursan. Piyada yolu düzgün yerdən keçmir. Bir neçə metrlikdə piyada keçidi var. 2 addım digər tərəfə gedib oradan yerüstü keçiddən digər tərəfə keçmək əvəzinə özünü bax belə riskə atır və nəticədə bax belə bir dəhşətli hadisə baş verir. Bu hadisənin 99% sonda nəticəsi ölüm olur. 1% isə həmin şəxs ən yaxşı halda sağlamlığından olur ki, buna da yaxşı hal demək olarsa. Niyə belə olur axı? Niyə belə eləyirik? Biz piyadalar bilə-bilə gözümüz görə-görə özümüzü bax belə odun alovunun içinə atırıq. Heç olmasa özümüzü düşünmürüksə, digərlərini belə bir problemlə üz-üzə qoyuruq və bizi vuran hər hansı bir sürücü hər bir halda məsuliyyətə cəlb olunacaq. Yəni birimiz məzara, digərimiz həbsxanaya gedəcəyik. Niyə belə eləyirik? Axı nə vaxta qədər belə piyada vurmaların biz şahid olacağıq və bu qədər maarifləndirmə gedir və bu qədər sosial media üzərindən belə görüntülər paylaşılır. Axı bu görüntülər bizə çox şey deməlidir. Niyə demir bizə? Niyə bu görüntülərdən biz özümüzə bir dərs, bir nəticə çıxarmırıq? Niyə başqalarını da zülmə salırıq? Niyə başqalarına da problem yaradırıq? Bu qədər sürücüləri problemlə üz-üzə qoyuruq. Axı niyə? Nə vaxta qədər? Artıq Bakıda avtomobil idarəetmə həqiqətən qəliz bir vəziyyətə çevrilib. Yəni bilmirsən kameralardan özünü gözləyəsən ki, cərmələnməyəsən. Bilmirsən tıxacın içindən çıxmağa çalışasan, əsəb, stres, evinə vaxtında gedib çatasan. Bilmirsən bax belə kamikadzelərdən özünü qorumağa çalışasan. Axı neyniyəsən ki, avtomobil idarə edəsən? Doğrudan da vəziyyət qəlizdir. Dəfələrlə deyilir, görünür ki, bu deyilənlərin heç birinin faydası yoxdur.